Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Rəşad müəllimin hazırladığı çox lazımlı, faydalı bir məlumat. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. Bu rubrikamızda sizə xəbərdarlıq nişanları haqqında məlumat verəcəm. Yol nişanlarının birinci qrupunu təşkil edən xəbərdarlıq nişanları hərəkət iştirakçılarını, sürücüləri, piyadaları və s. hərəkət etdikləri istiqamət üzrə mövcud olan təhlükə və onun xarakteri barədə məlumatlandırmağa xidmət edir. Onların xəbərdar etdiyi təhlükə nişanda olan rəmzlər vasitəsilə ifadə olunur. Xəbərdarlıq nişanları özləri hərəkət iştirakçıları üçün hər hansı məhdudiyyət müəyyən etmir. Lakin onları gördükdə sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Xəbərdarlıq nişanlarından sonra onlarda ifadə edilən təhlükəyə uyğun olaraq qadağan nişanları və ya nişanlanma xətlərinin köməyi ilə məhdudiyyətlər, sürətin məhdudlaşdırılması, ötmənin, zolaqlarda yer dəyişmənin qadağan edilməsi və s. tətbiq oluna bilər. Xəbərdarlıq nişanlarını fərqləndirən əsas əlamət onların qırmızı haşiyəli, təpələrindən biri yuxarı yönəlmiş bərabəryanlı üçbucaq formasıdır. Lakin bəzi nişanların fərqli forması da var. Xəbərdarlıq nişanları təhlükənin olduğu yol sahəsi barədə hərəkət iştirakçılarını qabaqcadan məlumatlandırmağa xidmət etdiyindən onların əksəriyyəti belə sahədən əvvəl qoyulmalıdır. Xəbərdarlıq nişanlarının aşağıdakı məsafələrdə, həmin hüdudlar çərçivəsində quraşdırılması müəyyən olunub. Yaşayış məntəqələrindən kənar yollarda, təhlükəli sahənin başlanğıcından, təhlükənin mövcud olduğu yerdən 150-300 metr qabaqda. Yaşayış məntəqələrində təhlükəli sahənin başlanğıcından, yəni təhlükənin mövcud olduğu yerdən 50-100 metr qabaqda. Lakin başqa məsafədə, habelə təhlükəli yerin bilavasitə qarşısında, həmçinin təkrar quraşdırılan xəbərdarlıq nişanları da var. Növbəti rubrikalarda xəbərdarlıq nişanlarının hər birinin mənasını izah edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Azparkingdən sürücülərə xatırlatma, yol hərəkəti haqqında qanunun 53-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətinə görə etmiş ödənişi tamamladıqdan sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Azparking rahatlığın yollara tətbiqidir.